Bir məsələ haqqında öz şəxsi fikrimi bildirmək istəyirəm. İlk öncə sizlərlə bir görüntü verim. Bildiyimiz kimi bu bizim bayraqdır. Azərbaycan Respublikasının rəsmi bayrağı gözəlliyi ilə, öz möhtəşəmliyi ilə göz qamaşdırır. Və demək istəyirəm ki, bu bayraq həqiqətən çox möhtəşəmdir. 110 il öncə bu bayraqda dizayn olunmasında kimlərin əziyyəti olubsa, Allah rəhmət eləsin o bütün kişilərə. İstər bizim ölkə üçün çox yaraşan, istər rənglərin harmoniyası, rənglərin hər bir rəngin öz mənası, hər simvolun öz mənası, hər cəhətdən deyərdim ki, çox ideala yaxın bir bayraqdır, ölkəmizə çox yaraşan bir bayraqdır. Və bizim bayraq olduğu üçün demirəm, bu tamamilə bir subyektiv bir fikirdir. Yenə də deyirəm, bu bizim bayraq olduğu üçün demirəm. Amma hər cəhətdən, əsasən də görünüş cəhətdən bizim bayraqdan ikincisi bu dünyada yoxdur. Çox əla bir bayraqdır. Yəni qısa və konkret onu deyə bilərəm ki, bayrağımızdan ikincisi yoxdur. Hətta bənzəri belə yoxdur, yaxınlaşanı da belə yoxdur gözəllikdə.